Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Bugünkü mevzu şükretmeyin ve şükredenlerin fezileti. Şükretmeyin ve şükredenlerin fezileti. Burada getirir faziletlerden diyor ki Allah'ın adlarından Şakir ve Şakur bu adları getirir. Yani Allah'ın adlarından Şakir ve Şakur var. Böyle ikisi de mana itibariyle manası böyle şükür eden, yani teşekkür eden, kulun ettiği emellerin əvəzini, yani şükredenin emellerinin əvəzini veren bu manalara gelse de ama hərəsinin özünün ayrılıkta hususu, yani bu adların bir izahı var. Allah Teala buyurur ki, həqiqətən Səfa və Mərva Allah Teala'nın ayinlerindendir. Allah Teala'nın şuarlarındandır. Kim evi, yani Kəbəni həcc ederse veya ümre ederse ona günah yoktur. O təfələrin arasında səy etmesinde ona bir günah yoktur. Kim yaxşı bir iş görərsə Allah Teala şakir fe innallah şakirun alim. Allah Teala onun yani şükredenin, yani yaxşı əməl edənin, yani ettiği əməlin qarşılığını bol-bol verendir ve her şeyi bilendir. Başka ayada Allah Teala dedi ki innallaha gafurun şakur. Allah Teala bağışlayandır ve şakurdur. Yani kulların ettiği əməllərin əvəzini, yani tam olarak verendir. Yani onları bağışlayandır. Ve başka ayada Allah Teala ki vallahu şakurun halim. Allah Teala şakurdur ve halimdir. Şimdi burada getirdiği ki Allah Teala ve huvellezî lâ yudî'u ecre men ahsene amele. Allah Teala deyir, yaxşı əməl sahibinin mükafatını hiç vaxt zayi etmez. Deyir ki halis, yani ihlasla olan az əmələ Allah Teala yani çoklu əməlin əvəzini, yani artırılmasını verendir. Halisle, yani ihlasla olan az əməlin qarşılığını Allah Teala yani artırılmasıyla verendir. Deyir ki çoxlu xataları Allah Teala bağışlayandır. Ve hatta Allah Teala yani qat-qat əməllərin, yani bu olunan əməlin Allah Teala əvəzini qat-qat verendir. Artırılmasıyla verendir. Yani sayısız, hesapsız. Deyir ki Allah Teala onun şükrü ennehu, Allah Teala'nın şükründendir ki yani az əmələ Allah Teala ahirette yani sayısız hesapsız mükafat verir. Yani Allah Teala onların mükafatını lazımınca yani tam olarak verir. Allah Teala deyir ki kulu veşrabu haniyen bima aslaftum fil eyyamil haliye. Yani yiyin, için hoşucanlıkla geçen günlerde ettiğiniz əməllərə göre. Başka hadiste Ebu Hüreyre'den gelen hadiste Peygamberimiz sallallahu aleyhi ve sellem böyle buyurur. Bir kişi yani yolla giderken yani şiddetli şekilde susayır ve deyir bir kuyuya düşür ve oradan su içir. Sonra kuyudan çıkır ve görür ki bir it var. Yani susuzluktan yani nemli torpağı yeyir. Ve deyir ki artık bu da mənə kimi susayıb. Ve deyir öz ayakkabısını ağzında tutarak ve bir kuyuya düşür. Kuyuya düşür. Ayakkabısına su doldurarak ağzında onu tutup oradan çıkıp yani ite su verir. Ve Allah Teala onun bu ettiği əmələ şükür olarak Allah Teala onu bağışlayır. Ve bu halde Peygamberimiz bunu danışanda sahabeler deyirlər ki ya Resulallah bizim heyvanlarımızda da bize ecir mükafat var mı? Peygamberimiz sallallahu aleyhi ve sellem cevap verir ki her bir ciğeri olanda yani ecir var, mükafat var. Yani ona ettiğin her bir verdiğin yemek sudur, onlarda senin için ecir var. Ve sonra burada getirdiği ki birçok hadislerde görürsen ki falan əməli edene cennet var. Deyir ki bu da delalet edir ki Allah Teala
Yəni öz qullarına etdiyi əməllərin əvəzini artıqlamasıyla verəndir. Deyir ki, Allah Teala az əmələ çoxlu mükafat verir. Və buyurur ki, Allah Teala deyir, bu necə də rəhimli bir Rəbdir. Bu necə də bir əzəmətli iləhdir. Sonra fəzilətlərdən gətirir ki, şükür Peyğəmbərlərin sifətidir. Şükür etmək, nimətlərə şükür etmək Peyğəmbərlərin sifətidir. Allah da deyir ki, Nuhla bərabər daşıdığımızların zürriyyəti deyir ki, həqiqətən İnnehu kâne abden şükûra, həqiqətən Nuh çox şükür edən qul idi. İbrahim Peyğəmbər haqqında Allah xəbər verir ki, İnne İbrahim'e kâne ümmeten qâneten lillah. Həqiqətən İbrahim, yəni Allah üçün, yalnız Allah üçün davamlı ibadət edən bir qul idi. Yəni ümmeten, yəni öndər idi, yəni imam. Hanifen və aləm yekun minel müşrikin, yəni şirkdən uzaq, tövhidə yönəlmiş və deyir, o heç vaxt müşriklərdən olmadı. Şakirən li'an'umihi ictəbəhu və hədəhu ilə sırat müstəqim. Deyir ki, o Allahın nimətlərinə şükür edən idi. Allah onu seçdi və onu doğru yola hidayət etdi. Sonra burada gətirdiyi ki, şükür edənlərin ağası Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Deyir ki, Muğire ibn Şuabə'nin rivayət olduğuna görə belə buyurulub, o belə buyurub, həqiqətən Peyğəmbər sallallahu aleyhi ve sellem gecə namazına qalxardı, hətta onun ayaqları şişərdi və ona deyiləndə ki, sən niyə özünə belə əziyyət verirsən, Allah Teala səni gələcək və keçmiş günahlarını bağışlayıb və bu deyərdi ki, mən elə isə Allaha şükür edən qul olmayım mı? Yəni Allah Teala'nın bu məni bağışlaması mənə bir böyük nimətdir, mən Allaha şükür edən qul olmayım mı? Sonra fəzilətlərdən gətirirdik ki, şükür Allahın əmridir. Yəni şükür etməyin hökmü, yəni vacib. Nimətlərə şükür etmək deyə Allahın əmridir. Allah Teala deyir ki, "Fəzkuruni əzkurkum vəşkuruni və la təkfurun." Siz məni zikr edin, mən də sizi zikr edim, yəni yada salın. "Vəşkuruni və la təkfurun." Mənə şükür edin və mənə nankörlük etməyin. Və başqa ayda Allah Teala deyir ki, biz insana valideynləri barəsində vəsiyyət etdik ki, anası onu get-gedə ağırlaşmasına baxmayaraq onu daşıdı bətnində. Onu daşıdı. Deyir ki, onun süddən ayrılma müddəti 2 il müddətində. Onun süddən ayrılması 2 il müddətindədir. Mənə və valideynlərinə şükür et, dönüş mənədir. Və başqa ayda Allah da deyir ki, وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ. Biz artıq Luqmana hikmət verdik. Ənişkur lillah, ki Allah'a şükür et. وَمَنْ يَشْكُرْ فَاِنَّمَا يَشْكُرْ نَفْسِ. Kim şükür ederse yalnız özü üçündür. وَمَنْ كَفَرَ فَاِنَّ اللّٰهَ غَنِيٌّ حَمِيدٌ. Eğer kim de nankörlük edip küfür ederse Allah Allah'ın onun ettiği şükre Allah'ın ihtiyacı yok. Allah Teala həmdə layiqdir. Ve deyir ki, onu Peygamberimiz sallallahu aleyhi ve selleme Allah Teala emir etmiştir şükür etmeyi ve buyurur ki وَلَقَدْ اُوحَ اِلَيْكَ وَاِلَى الَّذ۪ينَ مِنْ قَبْلِكَ. Ve sana da artık vəhy yolundu ve senden evvelkiler de ki eğer Allah'a şərik koşarsansa mütlak emellerin batil olar ve tekunenne mineşşirminel khasirin ve mütlak uduzmuşlardan olarsan. Belillah fa'bud ve kun mineşşakirin. Əksine sen yalnız Allah'a ibadet et ve şükredenlerden ol. Başka ayet Allah dedi ki Allah Teala burada dedi ki Allah Teala Musa peygambere de bunu emretmiştir. Musa hakkında Allah Teala buyurur ki ya Musa inni istafaytuke alen-nas. Ey Musa ben seni insanlar arasında seçtim öz risalelerimle, öz kelamlarımla. Ve huz ma ateytuke ve kun mineşşakirin. Sana verdiklerimi götür ve şükredenlerden ol. Bir ki Allah Teala diye şükretmeyi müminlere de emretmiştir. Allah Teala buyuruyor ki ey iman getirenler yiyin. Ya eyyühellezine amenu kulu min tayyibat ma razaqnakum. Ey iman getirenler size ruzu olarak verdiklerimizden pak olan şeylerden yiyin. Veşkuru lillahi in kuntum iyyahu ta'budun.
ve yalnız Allah'a şükür edin eğer siz yalnız ona ibadet edensinizsə. Yani insanın yalnız Allah'a ibadet etmesindendir ki yalnız ona şükür etmesi. Sonra burada getirir fəzilətlərdən deyir ki şükür etmek müminlerin sıfatlerindendir. Suheyb radıyallahu anhudan Peygamber sallallahu aleyhi ve sellem böyle buyurdu. Deyir ki, müminin deyir, halı necə də təəccüblüdür. Deyir, onun bütün işleri onun xeyrinədir. Bütün işleri. Deyir, onun bütün işleri onun xeyrinədir. Deyir ki, bu da bütün işleri, yani xeyrinə olmaq yalnız mümin üçündür. Deyir ki, ona bir sevindirici şey baş verdikdə şükür eder ve onun xeyrinə olar. Ve ona bir zarar veren bir şey, bir müsibət, bir bəla baş verərsə, yani səbr eləyər, o da onun xeyrinə olar. Sonra burada fəzilətlərdən getirir ki, şükür Allah'ın qulundan razı olmağına bir səbəbdir. Şükür Allah'ın öz qulundan razı olmağa bir səbəbdir. Çünkü razılıq özü ilə şükürün içərisindədir. Allah Teala deyir ki, وَاِنْ تَشْكُرُوا يَرْضَهُ لَكُمْ. Eğer siz Allah'a şükür etseniz, Allah Teala sizin o şükrünüze razı olar. Sonra fəzilətlərdən getirir, deyir ki, bir şükür əzabdan əminamanlıqdır. Şükür etmək, neymətlərə şükür etmək, neymətlərin də ən böyüyü din neymətidir. Din neymətinə şükür etmək. Deyir ki, şükür eləmək əzabdan əminamanlıqdır. Allah Teala deyir ki, وَمَا يَفْعَلُ اللّٰهُ بِعَذَابِكُمْ اِنْ شَكَرْتُمْ وَاَمَنْتُمْ. Eğer siz şükür etseniz ve iman getirseniz Allah size niye azap versin? Katad rahmetullah diyor ki, gerçekten Allah Teala şükür eden mümine inna Allah celle ve senavuhu la yuazzibu şakiran ve la mu'mina. Allah Teala diyor, ne şükür edene ve mümine Allah Teala diyor azap vermez. Yani eğer nimetlere şükür varsa, yani azap aradan kalkır. Azap aradan kalkır. Nimetlere bela müsibət gelmir. Eğer nimetlerde bir bela müsibət baş veribsə, mütləq özümüzü qınamalıyıq. Əməllərimizi axtarmalıyıq, işləməliyik, naqislikləri tapmalıyıq və tövbə edib Allah'a qayıtmalıyıq. Sonra fəzilətlərdən getirdi ki, şükür artmağın səbəbidir. Şükür eden insan nimetlere şükür ederse nimet artır. Artır. Allah da dedi ki وَاِذْ تَعَذَّنَ رَبُّكُمْ لَاِنْ شَكَرْتُمْ لَاَزِيدَنَّكُمْ. Sizin Rabbiniz böyle vaat etti, böyle bildirdi ki eğer siz şükür etseniz mütlak artıracağım. Mütlak artıralım. Digər sərəflərdən bəzi belə deyərdi ki, neymət, yəni əgər şükürlə bağlanmazsa, yəni qalmır, çıxıb gedir. Yəni neymət qalıcı deyil, əgər şükürlə əgər bağlanıb saxlanmazsa. Yəni şükür olan neymətləri bağlayıb saxlayır. Həsən el-Basri rahimehullah deyir ki, Allah Teala neyməti istədiyi qədər verir. İnsanın neymətdən istifadə etmesine Allah Teala istediği kadar imkan verir. Eğer diye şükür olunmazsa o əzaba çevirir. Ona göre yani alimler diyorlar ki nimetlere şükür etmek, neye şükür etmek? Şükrü tezleştirmek lazımdır. Hemen tez şükür etmek. Yani şükrü geciktirme olmaz. وَلِهَذَا كَانُ يُسَمْ. Ona göre diye seleflerimiz şükrü adlandırırlar koruyan. Nimeti koruyan. Çünkü o elde olan hazır nimetleri koruyor. Elinde olanları koruyor ve olmayanları da itirdiklerini de getirir. Ali radıyallahu anh diyor ki Ali radıyallahu anh diye Həmədəndən olan bir kişiye diyor ki hakikaten nimet değil, şükürle gelen bir şeydir. Diyor ki şükür de yani artmakla bağlıdır. Yani demek istiyor ki şükür varsa mutlak artım da olacak. Bereket ve artım. Diyor ki o ikisi birbirine bağlı olan şeyler, şükür ve artmak. Yani bir şükürle nimet artmak birbirine bağlı olan şeyleri diyor ki eğer diyor ki Allah'tan artmak kesilmez.
Allah'tan artmaq kəsilməz, yəni artırmaq Allah'tan kəsilməz, hətta quldan şükür kəsilməyincə. Sonra deyir ki, fəzilətlərdən gətirir, deyir ki, ahirətdə bol əcrə, yəni şükürlə ahirətdə bol əcr insan ona nail olur. Allah da deyir ki, وَسَنَنْزِ şəkirin, biz mütləq şükür edənlərin mükafatını, yəni mütləq verəcəyik. Yəni bu yəqindir. Allah Teala deyir ki, وَسَنَنْزِ şəkirin, Allah Teala şükür edənlərin mükafatını verəcəkdir mütləq. وَسَنَنْزِ şəkirin. Sonra burada buyurur, deyir ki, şükür əhli, yəni xüsusi seçilmiş insanlardır ki, Allah'ın qulları içərisində, xüsusi seçilmiş insanlardır ki, Allah'ın niməti ilə. Allah Teala yəni o insanları, şükür əhlini öz nimətlərini, öz nimət, şükür əhlini Allah Teala öz niməti ilə insanlar arasında yəni, xüsusi olaraq seçir. Allah Teala deyir ki, وَكَذَلِكَ فَتَنَّ بَعْضُهُمْ بِبَعْضٍ لِيَقُولُوا, deyir ki, onların biz bəziləriyle imtihan etdik ki, onlar desinlər, bunlardırmı bizim aramızda Allah'ın hidayət verdikləri? Yox. اَهَوْلَاءِ مَنَّ اللّٰهُ عَلَيْهِمْ مِنْ بَيْنِنَا, yəni Allah bizim aramızda, yəni bunlardırmı Allah'ın bizim aramızda Allah'ın nimət olarak verdikləri? Bunların belə deməkləri də onların haqqa tabi olmalarına mani olur. Yəni bu pis sözü söyləmələri. Əleysə Allah bi'aləmə bi'şəkirin, Allah onların bu sözünə əvəz olaraq deyir ki, Allah şükür edənlər bilmirmi? Yəni Allah da olan şükürlərinə görə verdiklərini verir. Sonra burada fəzilətlərdən getirdiği ki, Allah'ın razılığı şükürlə bağlı. Yəni Allah'ın razılığı şükürdən asılıdır. Allah'ın razılığı şükürdən asılıdır. İbn-i Qayyum Rahimullah deyir ki, yəni bu İyyəkə na'budu və İyyəkə nesta'in ayəsinin dərəcələri haqqında danışır. Deyir ki, o şükür dərəcəsi orada ondan danışır. Deyir ki, o dərəcələrin ən üstünüdür. Orada o dərəcələrin ən üstünü şükür. Deyir ki, o razılıqdan da yuxarı olan bir dərəcədir. Və əlavə, ondan da yuxarıdır şükür. Deyir ki, razılıq şükürün içərisində daxildir. Razılıq şükürün içərisində daxildir. Əgər deyir şükür varsa, id yəstəhilu vücuda şükür bidun. Deyir ki, onsuz, razılıqsız, yəni şükür yoxdur. Yəni, razılıq varsa şükür, o demək ki, həyatı keçirirsən. Ənəs bin Məlik radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurdu. Həqiqətən Allah Teala o quldan razı olur ki, o bir lokmanı yeyir, Allah'a həmd edir. Və bir qurtum su içir, yenə Allah'a həmd edir. Sonra burada fəzilətlərdən getirir, deyir ki, afiyət. Bu mühüm, arkadaşlar diqqətli olun. Deyir ki, həqiqətən böyük xoşbəxtçilikdir bu. Deyir ki, afiyət, şükürlə bərabər olan afiyət, şükürlə bərabər olan afiyət şükürlə gəlir də. Şükürlə bərabər olan afiyət deyir ki, səbirlə bərabər olan imtihanlardan xeyirlidir. Şükürlə bərabər olan afiyət, səbirlə bərabər olan imtihanlardan xeyirlidir. Mutarrif Rahimahullah deyir ki, Allah Teala'nın mənə afiyət verməsi və mənim şükür etməyim mənim üçün daha xeyirlidir, mənim imtihanlara, yəni bəlaya düşüb səbir edəməyimdən. Allah'ın mənə afiyət verməsi və bu afiyətə mənim şükür etməyim mənim üçün daha sevimlidir, Mənə imtihan gəlib səbr etməyimdən. Sonra burada deyir ki, axırıncı fəzilətlərdən, burada yəni gətirilən fəzilətlərdən axırıncısı deyir ki, İnna Allah vasıda ibədə şəkirin. Deyir ki, Allah Teala biyənnəhum qillətun min ibad. Deyir ki, Allah Teala yəni qullarından şükür edən qullarını vəsf edir ki, onlar insanlar arasında, özünün qulları arasında azdılar. Allah Teala deyir, şükür edən qullarını vəsf edir ki, özünün qulları arasında o insanlar azdır. Necə ki buyurur, deyir ki, وَقَلِلُ مِنْ اَبَادِيَ الشَّكُورِ. Deyir ki, mənim qullarım arasında şəkur olan qullarım azdır. Şəkur yəni çox şükür edən.
Şükür edenler cürbəcürdür. İnsan var az şükür edir, insan var çok şükür edir. Yani Allah'ın kulları arasında bu az olan kullar durmadan nimetlere şükür edenlerdir. Şükürdə necə ki bilirsiniz, yani şükür qəlbdə, dildə və əməllərdə olur. Allah da bizə yani şükür edən qəlb nəsib etsin, şükrü düzgün şəkildə həyata keçirən qullarına etsin. Subhanakallahumma ve bihamdik, eşhedü en la ilahe illa ente, estağfiruke ve etûbü ileyk.